Şaban ayı haqqında Peyğəmbər buyurur ki, bu ay mənim ayımdır. Və bu ayda mənə kömək edənləri Allah bağışlayacaq. Peyğəmbərə kömək edənlər nə deməkdir? Peyğəmbər burada nə demək istəyir? Əslində Peyğəmbər demək istəyir ki, bu ayda oruç tutanlar, bu ayda istiğfar edənlər, bu ayda Allaha yaxınlaşanlar bağışlanan bəndələrdən olacaqdır. Və eyni zamanda İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq də bu hədisi İmam Səccad əleyhissalamdan nəql eləyir. Deyir ki, İmam Səccad əleyhissalam öz əshabını toplamışdı. Və Şaban ayında təbii ki, qədəm qoymuşdu. Əshabı da yanındaydı və İmam Səccad əleyhissalam öz əshabına buyurur ki, bu ay Peyğəmbər ayıdır. Bu ay mənim babamın ayıdır, Şaban ayı və bu ayda oruç tutanlar cənnətə yaxınlaşacaqlar. Bəli, hətta bir gününü belə oruç tutmaq böyük bir savaba bərabərdir deyilir hədislərdə. Amma çox tövsiyə olunur ki, ayın əvvəlində, ortasında və axırında oruç tutulsun. Ümumiyyətlə, Şaban ayı insanların hidayət olunması üçün Allah tərəfindən qərar verilmişdir. Şaban, Ramazan, Rəcəb ayları bu 3 ay insanların islah olunmasına bir vasitədir. Bu 3 ay insanları Allaha yaxınlaşdıran bir aydır. Bu 3 ayda edilən bütün istiğfarlar digər aylarda, digər günlərdə edilən istiğfarlardan daha tez qəbul olunur. Bu 3 ayda edilən dualar, hacətlər daha tez qəbul olunur digər aylara nisbətən. Məhz bu 3 aylar vasitəsilə Allah Taala öz bəndələrinin haqq yolda olmasını istəyir. Məhz bu 3 aylar vasitəsilə Allah Taala öz bəndələrinin hidayət olmasına çalışır. Ümumiyyətlə, Şaban ayının fəziləti yüksəkdir. Bu ayda olunan dualar, bu ayda edilən ibadətlər, tutulan oruclar, qusullar, zikirlər hər biri ali dərəcədə qəbul olunur. Amma bu ayın fəzilətini bir daha da belə deyək, bir neçə mərtəbədə qaldıran məhz bu ayda müəyyən baş verən əlamətlər, günlər və yaxud da mövludlardır. Bəli, Şaban ayı həm də mövludlarla dolu bir aydır. Bu ayda Şaban ayının 3-də İmam Hüseyn əleyhissalamın mübarək mövludu var və hicrətin 4-cü ilində İmam Hüseyn əleyhissalam dünyaya göz açır. Şaban ayının, o mübarək ayının 3-də Mədinə şəhərində dünyaya göz açır. İmam Hüseyn əleyhissalam bilirsiniz, şiələrin 3-cü imamıdır və eyni zamanda Kərbəla məktəbinin belə deyək, qurucusudur. İmam Hüseyn əleyhissalam imamət dövrü Mədinədə olur və daha sonra Yezid onu sıxışdıraraq, onun imamətliyini əlindən almaq istəyərək bu xəlifəlik dövrü belə deyək, məqamını əlinə keçirir və onu da ona beyyət etməyə, İmam Hüseyni də ona beyyət etməyə məcbur edir. Təbii ki, İmam Hüseyn əleyhissalam bu məcburiyyətlərə heç bir əhəmiyyət qoymur, bu təzyiqlər onun üçün əhəmiyyətli olmur və İmam Hüseyn əleyhissalam haqq uğrunda, ədalət uğrunda öz canından çox rahatçılıq ilə keçir. Şaban ayında digər əlamətdar gün və mövlud günü məhz İmam Hüseynin o qeyriyyətli qardaşı, bu haqq mübarizədə onun yanında yer alan qardaşı Əbəlfəz ağamızın hacətlər qapısı olaraq tanınan həmin o Həzrət Abbasın mövludu var. Şaban ayının 4-ü məhz Həzrət Abbasın mövlud günüdür və Həzrət Abbas Mədinə şəhərində dünyaya göz açıb, atası İmam Əli əleyhissalam, anası isə xanım Ümmülbənindir. İmam Əlinin tərbiyəsi altında böyüyüb, daha sonra atası şəhid olduqdan sonra İmam Həsənin xəlifəlik dövrü başlayır, imamət dövrü başlayır, daha sonra İmam Hüseynin imamət dövrü başlayır və hər zaman qardaşlarının yanında yer alar, öz imamlarına layiqincə əshab olanlardan biri olurlar. Onlar əlbəttə ki, əhl-i beytdədirlər, qardaşdırlar, amma İmam Hüseynin qardaşı bu Həzrət Abbas hər zaman özünü qardaş olaraq deyil, İmam Hüseyni bir nökər olaraq göstərirdi. İmam Hüseynin hər zaman qulluğunda duran bir şəxs olaraq özünü göstərirdi. Yəni o qardaşlıq münasibətindən heç bir zaman istifadə etmirdi və elə bu şücaəti ilə də hər zaman İmam Hüseynin yanında olur və Kərbalada da məhz İmam Hüseynin yanında İmam Hüseyndən öncə şəhid olan şəxs olur. Həzrət Abbasın mövludu dedik Şaban ayının 4-üdür və ardınca Şaban ayının 5-də də İmam Səccad əleyhissalamın mövlud günü var. Bəli, İmam Səccad əleyhissalam da İmam Hüseyn əleyhissalamın övladı idi. 4-cü imamımız şiələrin 4-cü nurudur və İmam Səccad əleyhissalam o qədər
dua edərdi ki, o qədər səcdədə olardı ki, artıq ona Səccad ləqəbini qoymuşdular. Səcdədə çox olan bir şəxs kimi. Bəli, dəyərli izləyicilərimiz, dediyimiz kimi Şaban ayında mövludlar ardı-ardadır, bayramlar çoxdur. Fəzilətli bir ayda, eyni zamanda mövludlar da gəlib bu fəzilətli ayda toplanıb. 15-ci gecəsində isə zamanımızın xilaskarı və hər birimizin böyük bir intizar ilə gözlədiyimiz İmam Mehdimizin doğum günüdür. Bəli, İmam Mehdinin doğum günü də məhz bu günə təsadüf edir və 15-ci gecənin əzəməti çox yüksəkdir. Bu gecədə oyaq qalmağı, əhya saxlamağı, dualar etməyi və zikirlər etmək tövsiyə olunur. Çünki çox əzəmətli bir gecədir. İmam Mehdini gözləyirik dedik, Allaha and verirəm bu ayın hörmətinə. Allaha and verən bu ayın fəzilətlərinə, Allaha and verən bu ayda mövludları olan o şəxslərin fəzilətlərinə və məqamlarına. Allah Taala bizim imam zamanımızı tezliklə bizlərə yetirsin və tezliklə imam zaman zuhr eləsin. Dünyada baş verən bu ədalətsizlikləri, bu zülmlərin qarşısını alsın və biz o zaman bu mövludları daha belə şad ürək ilə, sevinc ilə qeyd edə bilək. Dəyərli izləyicilərimiz, Şaban ayı verilişimizin əvvəlində də qeyd etdim ki, bir fürsətdir insanlar üçün. Şaban ayı insanların hidayət olması üçün bir fürsətdir və nəinki özümüz üçün, bütün dünya müsəlmanları üçün dua edək. Çünki bu ayda edilən dualar tez bir zamanda qəbul olar. İnşallah ümid edirəm ki, Allah Taala dualarımızı qəbul edəcək. Allah Taala bizləri islah olunmuş bəndələrdən qərar verəcək və sizlərdən də xahiş edirəm ki, nəinki özünüzü, bizləri və dünya müsəlmanlarını da dualarınızda unutmayasınız. Təşəkkür edirəm bizi izlədiniz. Minnətdaram hər birinizə. İnşallah növbəti verilişlərimizdə görüşmək ümidi ilə. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.